Risklərin idarə edilməsi çox mühüm nöqtələrdən biridir və Azərbaycanda bu xüsusən də əgər requlativ tələb varsa, əgər nəzarət edici tələb varsa, buna riayət olunur. Özlüyündə çox az nadir bizneslər var ki, onlar öz fəaliyyətləri nəticəsində riskləri idarə edilməsinə də vaxt ayırırlar. Ona görə risklərin idarə edilməsi kiçik bizneslərdə sahibkar özü tərəfindən idarə eləyir. Amma təsəvvür eləməlidir ki, sahibkar onun biznesi indikindən 20 dəfə artıq böyük olduqda o necə prosesə baxacaq. Məsələn, indi onun ayda olur məsəl üçün 10 dənə sifarişi, onun ay ərzində 100 dənə sifarişi olarsa bu proseslərə necə nəzarət eləyəcək? Və yaxud da onun məsələn hansısa bir xidməti göstərir, hansısa bir əməliyyatları yerinə yetirir, onun sayını 10 dəfə, 50 dəfə artırsın. O halda biznesini necə idarə eləyəcək və riskləri necə idarə eləyəcək onu düşünməlidir. Ona görə də onun indidən proseslərə diqqət etməlidir. Nəzarət mexanizmlərini daxil elə qurmalıdır ki, biznes böyüdükcə onu idarə etməkdən rahat olsun. Burada çox sadə və praktik bir misal var, adətən dörd göz prinsipi deyirlər. O biznesə elə olmamalıdır ki, bir adam eyni əməliyyatı icra eləsin və eyni əməliyyatı təsdiq eləsin. Və yaxud da məsəl üçün həm müştəri ilə danışsın, həm satışı yerinə yetirsin, həm ondan vəsait alsın. Bu kiçik bizneslərdə o özü eləyir sahibkar və yaxud da hansısa bir işçi eləyir. Amma bunun komanda sahibi böyüdükcə funksiyaları ayrılmalı olur və ən azından əməliyyat risklərinin üçün dörd göz prinsipini təmin etmək lazımdır ki, ən azından sadə səviyyədə risklərin idarə olunması təmin olunsun. Daha da biznes böyüdükcə daha da mürəkkəb nəzarət mexanizmlərini təmin etməyə zərurət yaranacaq.